Söz ifadə eləmək çox dəyərlidir. Yəni, sözün su kimi deyirlər, lətafəti var. Şairəni desək. Sözdən sözə çox fərqi var. Söz var ki, onu sənin yaddaşıya, məhək daşına yazılan kimi yazılır. Sözdə var ki, bir sürü danışılır, bir hektar, nə bilim, bir saat danışırlar, ağırda heç nə yadda qalmır. Amma qiymətli olan odur. Sözün lakanik, yadda qalan və sənin həzm eləyəcəyin şəkildə ifadə olunmaz. Məsələn, mənim yadımda istəsəz bir neçə misallar çəkə bilərəm. Mən heç vaxt loteriya almamışam, məsələn. Niyə görə bilsəz? Dədəmdən bir dənə söz öyrənmişəm ona görə. Məsələn, yadımdadır, bir dəfə Telekomda bizə loteriya verdilər. Gətirdim evə. Dədəm gördü ki, mən loteriya almışam. O vaxtlar məktəbdən verirlərdi. Mən özüm belə gedim loteriya alım, heç vaxt eləməmişəm. Dədəm mənə bir söz dedi. Dedi ki, bilirsən də bu loteriya nədir? Dedi, nədir? Dedi, burada biri udur, mini uduzur. Mindəri uduzur. Və udan adam sevinir. Amma uduzanların hamısı kədərlənir və təəssüflənir. Hətta bəziləri deyir ki, bir xal satdım, bu maşını mən udacaqdım. Heç kim deyir, bu loteriyanı alanda heç vaxt düşünmür ki, alıram uduzmaq üçün. Alıram udmaq üçün. Deməli, hamı təəssüflənəcək, yalnız bir adam, udan adam təəssüflənməyəcək, sevinəcək. Deməli, sənin sevincin minlərlə adamın kədərlənməyin hesabınadır. O sevinci, o kədərli təəssüfləri hesabına əldə elədiyin bu maşını necə sən xoş sürə bilərsən? Ona görə loteriya alma deyirdi. Heç vaxt almadım ondan sonra, heç vaxt. Bir daha almadım. Yəni, sözü nə cür şəkildə? O vaxta qədər bəlkə 100 dəfə deyiblər ki, loteriya pisdir, filandır, loteriya qumardır. Amma görsən, sözün təsir formasına baxırsan. Bax, bu mənə yazıldı ki, olmaz.